Yerə düşən saqqızı, kağızı, taxtanı, boş qutunu tapdalamaq olar, amma insan haqlarını yox. Düz deyirəm. Düz deyirsən, qardaşım. Onda başlayaq. Özünüzü təqdim edin, mən təqdim eləsəm xoşunuza gəlməyəcək. Mən Cəfa fotoqram. Sonra Siz kimsiz? mən Rızayev Fərid. Tanış olduq. Neçə yaşınız var? 10. Harada oxuyursunuz? 17 nömrəli məktəbi. Məktəbin şagirdisiz. 17 nömrəli məktəbdən cəmi bir nəfərə salam göndərə bilərsiniz. Kimə göndərirsiniz? Müəllimə. Hansı müəllimə? Mən rus işləyirəm, ona görə rus adıdır. Nigar Zimovna, privet. Nigar Semyonovna, salam. 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 Voy, salam dedi, salam çıxdı. Bunun adı salamdır. Mənim adım Nuraydır, 9 yaşım var. Salam, mənim adım Subxan. Mənim 10 yaşım var. Mən 4-cü sinifə gedirəm. Ha, salam. Salam dedin, görsən salam Salam. çıxdı. Rəsul təqdimata ehtiyac yoxdur, bizim ekspertimizdir. Başlayaq. Başlayaq. Dəvə quşları niyə başlarını quma soxurlar? Nə üçün neçə dəfə salı quma? Onlar nə Bəlkə istidir, ona görə qumda da yox, nəfəs bronxiti var. nəfəs yığa bilmir. Nəfəs, quma salıb nəfəs yığır oradan. Yığa bilmir. Bilmir. Ona görə mən çox deyirəm ki, yox. Yox. Elə deyil. Bu mövzunu bağlayaq. Qum istediyi onlara İsti olsun. isti olsun deyə. Bədəni amma... Buyuruz. Çox sağ olun. Xoşlayırsınız belə Bəli. hədiyyələri, belə konfetləri. Nə yaxşı. Məndən başını soyuq olur. Aha, Ona görə onu qumu soxur. sən göstərməsəydin mən başa düşməyəcəkdim. Sübhan təzə gəlib vətəninə, qayıdıb Ukraynadan, düzdür? Ona görə biraz ana dilini mükəmməl bilməsə də çalışacaq, öz dilimizə danışaq, düzdür? Onlar təhlükə görəndə, məsəl üçün yem axtaranda, yem axtarırlar, sonra su axtarırlar. Öz yumurtalarını qorumaq üçün. Özünü nə vaxt güclü hiss edirsən? Nə vaxt, neçədə Neçədə belə? mamanı qorumuşdum, neçədə bacımı qorumuşdum, neçədə qorumuşdum ki. Ananı, bacını qoruyanda sən özünü güclü hiss edirsən. Göstər bir dənə gücünü. İdman dərsində. Güclü hiss edirəm. Kimləsə mənə döyüş saxırır, mən güclü hiss edirəm. Ekspertimiz nə vaxt özünü güclü hiss edir? Hansı anlarda, hansı dəqiqələrdə, harda, nə vaxt? Məsəl üçün bal yeyəndə güclü oluram. Məsəl üçün müəllim mənə Nədən sonra yox, nə vaxt güclü hiss edirsən? bal yeyəndən Bal sonra, yeyəndən sonra. müəllim mənə bravo deyəndən sonra, anam mənə ay sağ ol deyir. Ondan sonra mən çox güclü oluram. Bravo sənə. Əhsən. Güclü hiss elədin özünü. Baxın. Əgər bacarsaydın, dünyada nəyi dəyişmək istəyərdin? İstəyərdim. Nə istəyərdim? Yaxşı sualdır. Bəli, çox yaxşı sualdır. Müharibə olmasın Müharibə olmasın və hamı yaşasın öz torpaqlarında. Və hamısı anaları 100 il, 200 il yaşasın o. 100 il, 200 il. Amerikada yaşamaq istəyərdim. İstəyirəm müharibələr olmasın. Müharibə olmasın. Ə- Və bu gözəl O nədir? gedib balıq tutarsan. Çox sağ ol, Görürsən? salam. Çox sağ ol, salam.
Əgər bacarsaydın, hörmətli ekspertimiz, dünyada nəyi dəyişə bilərdiniz? Məsəl üçün, dünyada elə eləyərdim ki, döyüşlər dosta çevirsin, məsəl üçün. Sonra elə eləyərdim ki, Afrikada aclıq olmasın. Çox şey eləyərdim. Hamıya hörmət etmək lazımdır. Hə, kim sənə pis şey eləmir, sizi neçə də söyməyib, döyməyib, belə şeylər də olar. Amma kim söyüb, döyüb, onlara hörmət eləmək lazım deyil. Lazım deyil. Hamı hörmət eləmək lazımdır. Hamıya. Düşmənlərə də. Yox, düşmənlərə hörmət eləmək lazım deyil. Yox, hamısı yox, yaxşı adamları. Yaxşı, pis adamlara hörmət eləmək lazım deyil. Yox. Bəli, lazımdır, amma uşaq oxulayanlara yox, oğurçulara yox. Oğurçulara və uşaq oxumayanlara yox. Hı? Bəli. Da yaxşı adamlara hörmət vermək olar. Toğrul, hə? Toğrul, istəyirəm sənə daha ciddi sual verim. Bilirəm, artıq böyümüsən, artıq vaxtıdır. Hazırsan? Çox ciddi sualdır. Yaxşı. Bilmirəm, nədən başlayım. Şirin çay hansı əllə qarışdırsaq daha şirin olar? Sağ əllə. Sağ əllə qarışdırmaq lazımdır ki, Daha şirin. daha şirin olsun. Mən bilirəm sağ əlini. Sağ. Sol yox. Solu yox. Bəs ikisi ilə də qarışdırsaq Qəşəng olacaq. qəşəng olacaq. Hə. Həm şirin olacaq, həm qəşəng olacaq. İkisi ilə də qarışdırıram. Onda şirin olacaq. Necə göstər? İki əllə necə çay qarışdırmaq olar? Burada şaşqa yoxdur axı. Misal üçün bu çaşqan. Qarışdır. Qadınlar kişilərdən 2 dəfə tez-tez göz qırpırlar. Səncə nəyə görə? Belə bir fakt var. İstəyirlər. İstəyirlər, ona görə qırpırlar. Çünki yatmaq istəyirlər. Quruyurlar. Gözləri hə. quruyur, Hə, hə. ona görə olar. Yəni göz qırpmasa tam quruyub, Hə, quruyurlar. gözləriniz qurumasın. Qadınlar biraz xəyaldılar. Kişilər biraz belə özünü tuturlar da belə. Saxlaya bilirlər də belə. Hə, məsəl üçün ən çox danışan arvad olur. Çox danışır, ona görə də çox gözünü qırpır, tez-tez. Hə də tez-tez qırpır arvad. Məsəl üçün kişi ayaqqabı almaq istəyəndə gedir dükana, ayaqqabısını seçir, Alır. alır pulunu verir, çıxır gedir. Qadın isə ayaqqabı almaq istəyəndə gəlir kişinin yanına, başlayır göz qırpmağa. O paltar alanda ya da don almaq istəyəndə gedir dükana, nə qədər eşir, axırda heç nə almır, çıxır gedir. Populyar olmaq üçün nə etmək lazımdır? Nə etmək? Çox video çatmaq. Nəyə çə? Gücə? Yox, baxsın, deyirsən ki, kimsə ki, bu hər gün çaldı video. Ona görə baxmalım, nə üçün tez video çaldı, nə bilim, o birilər 3-4 gündən sonra, 5 gündən sonra ona görə. Gülərüz olmaq. Sən məşhur olmaq istəyirsən, Bəli. onda bir dənə gül də kamera. YouTube-da kanal eləməyə. Açmaq, YouTube-da kanal açmaq, sonra var səndə YouTube-da kanal? Hə, var. Adı nədir? Gəl yazılım. Andrey Camalzadə 1. Android. Andrey Camalzadə 1. Andrey Camalzadə. Populyar olmaq üçün Bəli. gərək bacarıqlı olmaq lazımdır. Gərək nə etmək lazımdır sonra? Bacarıqlı. Sən nə edirsən populyar olmaq üçün? Mən populyar üçün belə çox məsəl üçün oxuyuram da, yazıram ya da mən o. Valideynlərin sənə nə söz verib və hələ də yerinə yetirməyiblər? Dinən, bax, nə var dinən. Amma səmimi. PlayStation 3 yoxsa 4? 5. 4. Velosipedimi düzəltməyiblər.
Düzəltməyiblər. Xeyr. Ay ay ay. Buradan o kameraya baxıb müraciət edə bilərsən valideynlərinə. Buyur. Ana, ata, mən velosipedimi düzəldim. Söz vurublar, Söz veriblər. söz veriblər, to alacaqlar. Söz veriblər ki, alacaqlar və nəyi almayıblar? Nəyi söz veriblər və almayıblar? Hər şey alıblar sənə. Hə, Hər şeyin var. hə. Kompüter, PlayStation, telefon var. Ay ay ay. Valideynlərim məsəl üçün mən anama demişəm ki, mənə gitar alsın. O dedi ki, alacağam sənə, söz verirəm. O hələ almadı amma. Nəyə görə almadı? Bilmirəm, dedi ki, vaxt gələr alaram. Hədiyyə bahalı olmalıdır, yoxsa lazımlı? Lazımlı. Əsas lazımlı olsun. Amma ucuz da olmasın. Ucuz da olmasın Və sən də görürsən, hədiyyə. Lazımlı olmalıdır. Hədiyyə bahalı olmalıdır, yoxsa lazımlı? Ekspertimizin fikri. Hədiyyə, məsəl üçün, bahalı ola bilər, amma vacib. Məsəl üçün, kimsə ayaqqabı almaq istəyirsə, amma ona vacib olmalıdır. Ya da mən kompüter istəyirəm. Əlbəttə bahadır, amma lazımlıdır. Həm lazım, Həm həm vacib. lazım, Bəli, bəli. həm bahalı, həm vacib. Bəs bundan səndə var? O nədir? Bu Çox çox- sağ ol, yenə salam. Bu super bir oyundur, masaüstü oyundur. Buyur oynayasan. Bu salamın sənə hədiyyəsi idi. Sübhan. Amma mənim də sənə hədiyyəm var. Mən də hərdən bir hədiyyə verirəm və bir ay bundan əvvəl internetdə sifariş eləmişəm. Bir hədiyyədir. Bir aydan sonra gəlib və istəyirəm sənə onu indi verim. Buyur. Dondurma üçün çubuq. Bu nədir? Hamı verirəm gülür. Bir ay Nədir? Nə gülürsən? Buyur. Xoşuna gəldi? Salam verdiyi hədiyyə yaxşıdır, yoxsa mən? Sən Çox sağ ol. Niyə gülürsən ki? Xoşun gəlmədi. Kimin hədiyyəsi yaxşıdır? Mənim yoxsa salamın? Salamı. Nədir? Xoşunuza gəlmədi? Var orada. Dondurma çubuğu nədir ki? Lazımlı bir şeydir. İndi mənim hədiyyəm yaxşıdır, yoxsa salamın? İkimizin də. Bu bizim onlara suallar idi. İndi isə onların bizə. İbrahim Məhrəmov yazıb bizdən soruşur ki, uşaqlar niyə qorxulu yuxular görür və necə edək ki, qorxulu yuxular görməyək? İbrahimin sualına cavab verir psixoloq Elmir Əkbər. Salam İbrahim, salam bütün uşaqlar, hamınızı salamlayıram. Mən sualı dinlədim diqqətlə və çalışacağam indi aydın şəkildə öz fikrimi bildirəm. Bəli, qorxulu yuxular deyilən bir yuxular var və onları uşaqlar və hətta böyüklər də görürlər bəzən. Valideynlərə sənə deməsə də, bəzən görürsən ki, onların da özlərinə məxsus qorxduqları yuxular olur. Bəs bu halla necə mübarizə aparmaq olar? Mən qısa olaraq bir neçə məsələni sənə deyəcəm. Bunlardan biri nədir? Çalışmaq lazımdır ki, evdə, hətta əgər idman zalına getmirsənsə belə, ev şəraitində, məsələn, YouTube-da baxa bilərsən, valideynlərindən soruşa bilərsən, hansısa formada sənin eləyə biləcəyin idman hərəkətləri eləyə bilərsən. Ondan sonra boş vaxtınızda çalış ki, evdə, əgər bacı qardaşın varsa onlarla, yoxdursa elə özün də eləyə bilərsən, sevdiyin rəqsləri, musiqini qoyub rəqs eləmək. Bax, bu sənə çox kömək eləyəcəkdir. Həmişə yatmaçdan qabaq evdə çalış ki, pəncərəni aç, evin havasını dəyiş. Çünki qorxulu yuxuları görməyin səbəbi biri də odur ki, yəqin ki, sən bilirsən, biz nəfəs aldığımız havada oksigen deyilən bir qaz var, biz əslində onunla nəfəs alırıq. Və oksigen az olanda görürsünüz ki, biz bunu qorxulu yuxu şəklində, belə deyək də, beynimiz bu şəkildə reaksiya verir buna. Ona görə də havanı dəyişsən yaxşı olar. Əgər şərait varsa, düşüb binanızın həyətində biraz gəzə bilərsən yuxudan qabaq. Xoşladığın hər hansı bir nağıl kitabı varsa, yuxuya gedərkən
deyən qorxulu nağıl yox, əyləncəli bir nağıl. Oxuya bilərsən, bu sənə kömək eləyə bilər. Ümumiyyətlə çalış ki, həmişə öz fikirlərini, hisslərini, qorxduğun və sevdiyin bir şeyləri valideynlərindən bölüş. Fikrində açıq ol. Çəkinmə, onlar səni dünyada hamıdan çox sevən insanlardır. Onlar səni həmişə dinləməyə hazırdılar. Onlara öz fikirlərini de. Çalış dostlarınla çox kontakt yarat, çox ünsiyyətli ol. Biz buna sosiallaşmaq deyirik. Yəni nə qədər çox dostun olsa, bir o qədər yaxşıdır sənin üçün. Və bir balaca texnikanı da deyim sənə, düzdür, bu o qədər də böyük bir məsələ deyil, sənin üçün rahat olar. Qorxduğun hər hansı bir obyekt, hansı ki yuxuda görürsən, onun şəklini çalış, rəsm vərəqində çək. Əvvəlcə böyük, sonra isə kiçik şəkildə. Və sonra onu çalış, gülünc, gülməli bir obraz ver. Məsələn, gülməli qulaq qoya bilərsən, hansısa bir gülünc şəkildə buynuz qoya bilərsən, burnunu böyük çəkə bilərsən və yaxud da ola bilər ki, ona gülməli bir quyruq əlavə eləyə bilərsən. Yəni, onu qorxulu formadan daha gülünc bir vəziyyətə çevir. Və hətta ondan sonra əgər görəcəksən ki, sən güləcəksən. Onun istəsən, çox gülməli bir şəkildə olsa, hətta sən onu saxlaya bilərsən evdə. Və yaxud da istəsən, belə deyək, hətta o gülünc obrazı belə cırıb zibil qabına tollaya bilərsən. Düşünürəm ki, bu balaca xırda texnikada sənə öz köməkliyini göstərər və eyni zamanda çalış, həyatda çoxlu, maraqlı, faydalı və sağlam hobbilərin olsun. Yəni, əyləncələrin, zövq aldığın, maraq aldığın, dərsdən kənar əlavə oxuduğun hansısa kitablarmı, hansısa kolleksiyalar toplamaqmı, bunların hamısı sənin həyatında olsa, bunlar sənə çox müsbət təsir eləyəcək. Ümid edirəm ki, mənim dediyim hər hansı bir tövsiyələr, hər hansı bir fikirlər sənin üçün faydalı olar və düşünürəm ki, bu qorxulu yuxuların da müddəti artıq uzun çəkməz sənin həyatında. Biləndərdə reklamlar. Mən indi qonağı bir əşya verirəm, o onu reklam eləməlidir. Hazırsan? Hə? Hazırsan? Hə? Gəlsin, görək salam bizə nə? Aha. Bu nədir? Noxud. Bu noxuddur. Buyur, noxudu götür və kameraya baxırsan, reklam eləyirsən. Hazırsan, Toğrul? Hə? 1, 2, 3, başladıq. Bu yaxşı sup eləmək. Necə sup? Məncə dadı olar. Ancaq noxudlu nəsə tezədir. Mən hələ noxudlu sup yeməmişəm. Ancaq sümük. Ancaq yaxşıdır bir dəfə noxud yeyim. Bu noxuddur. Noxud çox ləzzətli və dadlıdır. Hamı bu gün gedib noxud alsın. Bugün noxudu alsın, sabah isə Yemək pişirsin. yemək pişirsin. Birisi gün isə çox sağ ol. Bilirsən bu nədir? Yox. Bunun adı noxuddur. Noxud. Alın notu, qəşəngdir, vkusnıdır. Alın da, qəşəngdir. Noxudu alın. Hə, noxudu alın. Amma sənə bir söz deyim, bununla oyun da oynamaq olar. Sübhan, var. Hə? Bəli. Bax, noxudu götürürsən. Belə qoyursan bura. Hə. Görürsən sən? Hə, gəlirəm. 5 dənəsini ora qoyuruq, 5 dənə. bir dənəsini bura. Və ondan vururuq onları. Alınmadı, bir də. Alınmadı. Nəysə. Noxud. Noxud. Bu noxudla siz məsəl üçün kimisi ad günüdürsə ya da yeni ildirsə, siz bu noxudu ala bilərsiniz. Onu qaynadın, bişirin ya da məsəl üçün onu stolişin salat eləyə bilərsiniz, doğaya qata bilərsiniz. Paytaxt salatı. Hə, paytaxt salatına qata bilərsiniz. Sonra doğaya qata bilərsiniz. Kiftəyə qata bilərsiniz. Noxudu alın və bu xeyirli. Alın və yiyin. çox sağ ol. Gəldik çatdıq mən uşaq olanlar rubrikasına. Gəlin baxaq bugün kim uşaqlıq illərini yada salacaq. Mənim uşaqlığım Sovet dövrünə təsadüf eləyib. 1955-ci ildə Cəbrayıl rayonunun Niyazqullar kəndində anadan olmuşam. Evin böyük uşağı olmuşam.
Evin böyük uşağı olduğum üçün atam da müəllim idi. Evin bütün təsərrüfat işləri mənim üzərimə düşürdü. Bir əlimdə kitab, o bir əlimdə isə bir çubuq quzu otarmağa gedirdim. Evimizin təsərrüfat işləri ilə məşğul olurdum. Məsələn, mənim yadıma gəlir, uşaq vaxtı 2-ci sinifdə mən atam müəllimidir, növbata mən gedirdim. 2-ci sinifdə oxuyurdum. 2-ci sinifdə kəndin qoyunlarını, demək, növbə bizə gələndə mən aparıb otarırdım. Ayağımda qışın günündə yay ayaqqabısı ilə mən qarlı havada, yer alaqar idi, mən demək, növbata getmişdim. Günortaya kimi dözdüm, günortadan sonra dözə bilmədim. Kəndin o malqarasını otaran bir gənc əsgərdən gələn oğlan vardı. Məni gördü ki, mən donuram, məni evə göndərdi. Demək, qoyunları malqaraya qatıb otardı. Bugün təbii ki, Azərbaycanın yüksək səviyyətində inkişafından olan bu şəraitlərdən istifadə edərək bugünkü gənclərimiz, şagirdlərimiz çox keyfiyyətli təhsil verir olar. Bu fürsətdən onlar istifadə edib, demək, biliklərə, müasir o verilən biliklərə yiyələnməlidirlər. Çünki uşaqlar bizim gələcəyimizdir. Dövlətimiz bilirsiniz, yüksək səviyyədə bugün inkişaf edib. Bu inkişafı daha da artırmaq, gələcəkdə Azərbaycanı bundan da güclü bir dövlətə çevirmək üçün gənclərimiz daha da inkişaf etməli, yüksək təhsil almalı, gələcəkdə lazımlı o yüksək ixtisaslı peşəkarlar olmaq üçün bugün yaxşı oxumalıdırlar. Onlara verilən bu şəraitdən maksimum istifadə etməlidirlər ki, gələcəkdə deməli, dövlətimizin, hökumətimizin çiçəklənməsi daha da qüdrətli olmaq üçün öz töhfələrini verə bilsinlər. Biləndərdə xəbərlər. Araşdırmalara əsasən məlum olub ki, fillər tullana bilmir. Səncə bu bacarığın olmaması onlara nədə çətinlik yarada bilər? Ona ağırdılar. Ağırdılar. Çox ağır. Sonra bax, tullana bilmirsə fil nə eləməyə bilər? Nəyi elə bilməz? Bilməz. Özünə qaldırmaq ayağından. Nəçə ayağı tuta bilmər. Ağacdakı meyvəni və ya hansısa tərəvəzi götürmək üçün hoppana bilməyəcək. Hoplana bilməyəcək. Tullamağa Tullana bilməyəcəklər o bilməcəklər. Bilməcəklər, oynamağa bilməcəklər, uprazneniya bilməcək eləməyə. Hərəkət elə bilməyəcəklər, hoplana bilməyəcəklər və nə edəcəklər? Bəs fillər tullana bilsə nə olacaq? Pırqılqıda biləcək, oynamağa biləcək, uprazneniya biləcək, hərəkət biləcək. Çünki fillər ağırdır. Onlar çünki böyükdülər. Çünki məsəl üçün böyük fil məsəl üçün görsə böyükdür, amma qarışqa güclüdür ondan. Fil heç bir dənə fili qaldıra bilməz. Amma qarışqa 50 dənə öz kimi qaldıra bilər. Qarışqa. Bir Və dənə qarışqa fil tullana bilsə nə olacaq? tullana bilməz. Çünki o ağırdır, 5 tondur. Və sonda o kimdir rubrikası. Mən qonağımıza şəkil göstərirəm. O deməlidir, o kimdir? Hazırsan, doğru. Hə. Buyur. Biraz deputat oxşuyur və milyoner belə. Bu Azərbaycanın himnini sözlərini yazan Əhməd Əhməd Cavad. Cavad. Tamamilə düzdür. O kimdir? Ahmet Cavad. Ahmet Cavad kimdir? O gim sözlərə yazdı. Bəli, bizim himnimizin sözləri yazıb Əhməd Cavad. Himnin sözlərini eləyib Əhməd Cavadov. Əhməd Cavad, şair, tərcüməçi, Azərbaycan himninin sözlərinin müəllifi. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladın şanlı vətəni. Yaşasın Azərbaycan. Hələlik. Hələlik. Biraz sola qoy, sola. Ver. Yox, sola. Konfeti. Ay, saxla.